İzahlı test 31. hissə 5-ci sinif İngilis dili. Birinci sual. Choose a pair of synonyms. Sinonimlər cərgəsini seçin. Abandi tall, long. Tall hündür deməkdir, long isə uzun deməkdir. Bir-birinin sinonimi deyirlər. Big, large. Big böyükdür, large da böyükdür. Böyük, geniş mənasını verir. B bəndi doğru cavabdır. C bəndi nice, qəşəngdir, bad, pisdir. Bu sinonim deyil. D bəndi white, ağdır, black, qaradır. Bu antonimdir. B bəndi doğru cavabdır. 2. Choose a pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Weather, face. Weather havadır, face üz deməkdir. İkisi də təkdədir. A bəndi doğru cavabdır. B bəndində fit olmaz, ayaqlar mənasını verir. C bəndində iyaz olmaz, qulaqlar mənasını verir. D bəndində days olmaz, günlər mənasını verir, cəmdədir. A bəndi doğru cavabdır. Üçüncü sual. Choose the correct articles. Düzgün artikelları seçin. Weather is rainy. Do you like rainy weather? Deyir, hava yağışlıdır. Sən yağışlı havanı xoşlayırsanmı? Biz bilirik ki, hansı havadan danışırıq. Bizə məlum olan hava yağışlıdır. The weather olur. The weather is rainy. Do you like rainy weather? Weather sayıla bilməyən isim olduğu üçün onun qarşısında qeyri-müəyyən artikel işlənmir. Deməli, D bəndi doğru cavabdır. Birinci tərəfdə Z işlənəcək. İkinci tərəfdə heç bir artikel işlənməyəcək. The weather is rainy. Do you like rainy weather? Dördüncü sual. Choose the correct answer. Brother can play the guitar, but brother can't. Əvəzliyə aiddir sual. Her brother can play the guitar, but this brother can't. Burada this ola bilməz. This'dən sonra cəm isim gəlməlidir. A bəndi səhvdir. My brother can play the guitar, but its brother. It cansızların onun mənasını verir. Cansızlara aiddir. Brother görə uyğun gəlmir. B bəndi də səhvdir. C bəndi. His brother can play the guitar, but this brother can't. Yenə də this var burada. This bunlar mənasını verir. Ondan sonra cəm isim gəlir. D bəndi. My brother can play the guitar, but her brother can't. Mənim qardaşım gitarda ifa etməyi bilir, lakin onun qardaşı bacarmır. D bəndi doğru cavabdır. 5-6-nı cavablarını videonun aşağısında şərhlərdə yazarsınız.